olub Şahabadi. Böyük alimlərimizdən, arif şəxsiyyətlərdən biridir. Eşitmişsiniz bunu, hamama gedir, qabaq cəmaat ümumi hamamda yuyunardı. Bu da gedib hamama, bir nəfər nalayiq adam, belə deyək də, ağzının sözünü bilməyən adam, üzr istəyirəm, gəlib buna təhqir edir bunu. Çox ağır söz deyir, yandığı yerdə. Ağır söz deyir, buna toxunur o söz. Heç nə demir ona. Sonrası gün, sabahsı gün, çox da keçmiş, səhərsi gün bu dərs deyən vaxtda elə bunların küçəsindən eşidir ki, cənazə aparırlar. Allahu Ekber, la ilahe illallah, cənazə aparırlar. Bu deyir, bu kimin cənazəsidir, kim rəhmətə gedib? Deyirlər, dünən səni təhqir edən adam, qayıtdı, gəldi evə, elə evə çatandan dedi, dilim ağrıyır. Dilim ağrıyır və yavaş-yavaş mənim şişdi dili, apardılar həkimə filan nəsə, elə bir neçə saatı öldü, dünyasını dəyişdi. Deyirlər ki, çox narahat oldu və ömrünün sonuna qədər nə vaxt o hadisə yadına düşürdü, danışırdılar, üzünün ifadəsi dəyişirdi, narahat olurdu həmişə. Soruşurlar ki, sən niyə görə narahat olursan bu hadisəyə görə? Deyir, həmişə deyir, ağlıma bu gəlir ki, kaş özüm ona nəsə deyərdim, ürəyim sındı, ürəyimdə saxlamazdım, nəsə deyərdim, Allah eləməzdi, yazıqdır. Kaş özüm nəsə deyərdim.